Uşaqlar, indi xanlıqların xəritəsinə baxaq. Bilməliyik ki, indi xanlıqlar hansılardır? Deməli, şimalda olan bu xanlığımız Dərbənd xanlığıdır. Yazım. Şimalda olan bu 7 Dərbənd xanlığıdır. Onun yanında 6 olan Quba xanlığıdır. 9-da Bakı xanlığı. 3 Şəki xanlığıdır. 1 Şamaxıdır. 4 Gəncədir. 2 Qarabağdır. 10 Lənkərandır. 15 Qaradağdır. 5 Naxçıvan. 8 İrəvan. 13 Makudur. 14 Xoydur. 11 Təbrizdir. 12 isə Urmiya xanlığıdır. Burada əsas necə yadda saxlamalısınız? Coğrafi obyektləri bilsək, işimiz asanlaşır. Məsələn, bu Göyçə gölüdür. Bu Araz çayıdır. Bu Kür çayıdır. Sonra bu Xəzər dənizidir bu hissə. Bunları bilsə, bu Urmiya gölüdür. Bunlara görə yerləri təyin etmək asanlaşır. Sonra indi tapşırıqlara baxaq. Burada tapşırıqlarını həm təkrar etmiş oluruq, həm də ki, xəritəni öyrənmiş oluruq. 1806-da işğal edilmiş 3 xanlıq var idi. Bakı xanlığı tutuldu və ləğv edildi. Quba xanlığı tutuldu, amma 1810-da ləğv edildi. Bir də 1806-da tutulan Dərbənd xanlığıdır. 7, 6, 9 olacaq. Sonra Gavduşan döyüşdə məğlub olan 1774-də Qubadır. 6 yazmalıyıq onun qabağına. Bayat savaşında iki tərəf savaşırdı. Bu iki tərəf. Yəni Qarabağla Şəki savaşırdı. Şəkinin də müttəfiqi Şamaxı idi. Deməli, cavab 2 ilə 3 yazmalıyıq. İki hakimiyyətli olan xanlıqlar 2 dənədir. Biri Şamaxıdır. Yaranandan bəri iki xanlıq vardı 63-ə qədər. Bir də Gəncə xanlığı 80-83-də. Sonra biz Kürəkçay müqaviləsində iki xanlıq imzalayıb. Şəki ilə Qarabağ. Burada Şamaxını qatmayın. Şamaxı 1805-də müqavilə var, amma bu Kürəkçay müqaviləsi deyil. Cavab 2-3 olacaq. 1827-də işğal edilmiş Cənub xanlıqları. Şimal demir, fikir versək, Cənub xanlıqları deyirsə, Təbrizdir, Makudur, Xoydur. Yəni Xoy 14-dür, Maku 13-dür, də Təbriz 11-dir. Daha sonra Erməni vilayəti, bilirsiniz ki, işğal ediləndən sonra Naxçıvan İrəvanda Erməni vilayəti yaratmışdılar 5-dən 8. 1826-cı ildə ləğv edilən Lənkəran xanlığı da 10 olacaq. Rusiya tərəfindən işğal edilmiş ilk xanlığımız Gəncə xanlığıdır 4. Azərbaycan torpaqlarını birləşdirmə siyasəti aparan 4 xanlıq vardı. Biri Urmiyadır, biri Qarabağdır, biri Şəkidir, biri də Qubadır. Sonra Nicah diplomatiyası ilə Qubaya tabi olan Bakı xanlığıdır 1767-də. 52-ci ildə Qızılqaya xəyanəti hansı xanlığa qarşı verilmişdir? Şəki xanlığına qarşı 2-ci İraq tərəfindən təşkil edilmişdir. İlk müstəqil xanlığımız da Şəkidir. 3 yazmalıyıq. Sonra 1782-ci ildə bölüşdürülən xanlıq Qaradağ xanlığıdır. Qaradağ 15-dədir. Cənub xanlığıdır. 1802-ci ildə Georgies müqaviləsində 2 xanlıq imzalanmışdı. Biri Quba idi, biri də Lənkəran xanlığı idi. 1802. Sonra 1752-də Osmanlı elçi göndərən Gəncə xanlığı 4. Gilgilçay 1822-də ləğv edilmiş xanlıq. Bu da Qarabağ xanlığıdır. 2-ni yazmamız lazımdır. Gilgilçay döyüşündə savaşan, Rusiyanı məğlub edən Quba xanlığıdır 1810-cu ildə. Xatınarxı döyüşündə Qarabağ xanı Pənalı xan Məhəmməd Həsən xana məğlub etmişdi 2. Məlikliklərin mövcud olduğu bəli, o da Qarabağ xanlığıdır 2-də olacaq. 84-də Ərdəbil və Meşkini tutan Quba xanlığıdır 6 yazmalıyıq burada. Quba hücum etmişdi, Ərdəbil buradadır. Bu xanlıq rəqəm qoymamışıq. Bu xanlıq Ərdəbil xanlığıdır. Sonra 1785-də Qubaya tabi edilmişdi. 85-də həm Lənkəranı tutmuşdu Qubalı Fətəli, həm də ki Şəkini 3-dən 10 olacaq. Carbalkən cəmaatlığı Şəkiyə tabi oldu. Carbalkən buradır, Şəkiyə tabi olubdur. Sonra Əfşar sülaləsi tərəfindən yaradılmış xanlıqlar. Bunlar hansılardır?
Biri Urmiyalı Fətəli xan Əfşar, Təbrizdə xanlığın əsasının Əfşar tayfası idi. İrəvanda Əfşar tayfası, bir də Zəncan xanlığı da burada yerləşir. Zəncan. Daha sonra 1797-ci ildə Ağa Məhəmmədin öldürüldüyü xanlıq Qarabağ xanlığında 2 olacaq. Ərazisində müvəqqəti idarə yaradılan xanlıqlar Rus-Qacar müharibəsi zamanı 1-ci Rus-Qacarda Qubada yaradılmışdı, bir də Şəkidə yaradılmışdı 1806-da ikisi də. 2-ci Rusiya-Qacar gedişində isə Təbrizdə 27-də yaradılmışdı. 3 xanlıq oldu. 3, 6, 11. Türkmənistan müqaviləsi görə ermənilər köçürüldüyü xanlıqlar hansıları idi? Naxçıvan, İrəvan, bir də Qarabağ xanlığına köçürülmüşdü. Ərəş Sultanlığı hansı xanlığa birləşdirilib? Bu Şəki xanlığıdır. 1795-ci ildə ləğv edilmişdi. 27-də Cavanbulaq və Sədrəbad İrəvan uğrunda gedən döyüşlər idi. İrəvan xanlığı 8 olacaq. Aslanduz döyüşündən sonra tutulan Lənkəran xanlığı 10-dur. Daha sonra 59-da Qubaya tabe edilmiş Dərbənd xanlığı da 7 olacaq. 61-ci ildə Qaraçəmən döyüşündə savaşan Urmiyalı Fətəli xan da 12 olacaq. Urmiyanın cənub qərbində. Daha sonra Qızılqaya xəndində iştirak etmiş xanlıqlar. Bunlar bir-birinə yaxında, belə yadda saxlaya bilərsiniz. Gəncə, Qarabağ, Qaradağ, Naxçıvan, İrəvan. O belə bir dairə. Başqa cür belə də yazım ki, net olsun. Gəncə, Qarabağ, Qaradağ, Naxçıvan, bir də İrəvan. Bunlar Şəkiyə qarşı birləşmişdilər. 2-ci İraqli bunları birləşdirməyə çalışmışdı, amma nail ola bilməmişdi. Sonra mərkəzi Əhər idi. Bu da Qaradağ xanlığıdır. Fətəli xan Əfşarın tabe etdiyi şimal xanlıqlar. 3 dənə şimal xanlığı vardı. Biri Şəki xanlığıdır, biri Qarabağdır, bir də İrəvan xanlıqlarını özünə tabe etmişdi. Belə xanlıqların xəritəsi önəmlidir. Düşmə ehtimalı çoxdur. Xüsusilə ikinci qruplara. Ona görə mütləq tapşırıqları eləyək. Sağ olun.